Hamınıza salam dostlar. Bu günlərim sizinlə bir yerdə 2 qarışıq video çəkirik. Gəlin başlayaq. Mən binderlərimi göstərəcəm sizə, detaylı binder. Və bir də belə bunun içindəki bloknotun içindəki stikerləri kəsəcəm. Gəlin birinci başlayaq. İlk öncə belə mən özümə yeni binder düzəldəndə buradan bir iki stiker işlətdim. Mən bunları kəsim. Gəlin sizlərlə bərabər kəsək və çox uzun olacaq, bunu bildim. Bunu mən söyleyeyim, çıxardım. Mən çıxardıb gəlirəm bunun hamısını. Bu arada siz bu videoya baxmamısınızsa, bu video nədir? Mənim aldığım videoya baxmamısınızsa ora baxın və bunun için göstermişim bilmeyenler için. 4 tane zərli stikeri var. 4 tane de şeffaf stikeri var. Bunların eynisi de arkasındaki şeffaflar. Ben buranı kəsirəm və bunları əvvəl mən çıxardırdım. Gördüyüm ki daha çətindir. Bunları mən belə kəsirəm. Sizə sıxıcıdırsa videonu qabağa eləyə bilərsiniz. Baxın, belə kəsirəm. Mən bunların hamısını kəsib gəlim. Mən bu şəkildə bütün stikerləri kəsdim və mən bunları belə kəsək bunları təzəldən. İlk öncə bu şəffaflardan, yox, zəllilərdən başlayacağım. Mən bunları qatışdırıram. Ona görə də mən bunun buralarını eləyirdim. İndi eləmək olmur. Dayanın. Sizə göstərəcəm. Baxın, bunun burası var ya, bu zərli yerləri. Bunları mən çıxardıram. Mən çıxardıb gəlim, sıxıcı olacaq. Dostlar, eləmək çox çətin olduğu üçün mən bir dənəsini eləyə bildim. İndi mən bunları kəsirəm. Bu arada mənim kanalıma abunə olmağı unutmayın. 400 olduq. O görə sizə təşəkkür edirəm. 1K olanda böyük kutlama gələ bilər. Və mən demişdim ki 200 abunə olanda masamdaki əşyaları haradan aldığımı sizə deyəcəkdim. Və 200 olmuşuq. Mən vaxt tapanda bu videonu çəkəcəm. Bu arada nə videosu gəlməyini istəyirsinizsə şərh bölməsində yaza bilərsiniz və bu videoyu şərh bölməsinə yaza bilməsəz başqa bir videonun şərh bölməsinə yaza bilərsiniz. Və mən yeni binder düzəltdim. Onu Aylin 48, yəni baxırsınızsa Rəngli Dünyamdan baxıb elədim. O da çox qəşəng videolar çəkir. Əslində siz baxırsınız bilmirəm. Favoroli var idi əvvəllər. O kanalını bağladı. Mən ondan baxıb bu videoları çəkməyə həvəslənmişdim. Və mən bunların hamısını kəsib gəlim zərrilərin. Çox vaxt gedir. Dostlar, mən hamısını elədim, amma bitdim. Çox çətin idi da bizdim eləməkdən. İndi bunları eləyirəm. İndi bunlara başlayıram. Əvvəllər mən video atmağı bilmirdim. Ona görə kanalımda bir dənə video var. Təzəlikcə öyrəndim video atmağı. Çox dəqiqəlıq olanda ata bilirmişəm. Mən də belə bunları da ayrıcana kəsirəm. Bunlar zərlidir. Bunlar da zərsizdir. Sizinlə bərabər dedim kəsim. Gərək binderdən başlayardım. Amma nə də olsa mən bunları kəsəcəydim. Mənim ümumilikdə 5 dənə binderim var. Hamısını özüm düzəltmişəm. Əslində almaq istəyirdim, amma içi qəribə idi. Həm də içində az şey var, binder vərəq var idi deyə almaq istəmədim. Sifariş vermək istəyirəm. Buraya sifariş verə bilsəm. Bu qarpızlı melodinin şeyi məndə var idi, belə pompomlusu. Bunları mən kəsəcəm, amma hara yığacam. Məndə qabları var. Əlimi kəsdim. Kəsilmədi, amma biraz şeylədi. Sızmadı.
kəsdim amma bilinmir. Bu şəkildə kəsirəm. Və mənim bir dənə də kanalım var idi. Bu kanalımın adı eynidir, amma ət işarəsi Chrome 11-ci, amma o birisi kanalımda G idi. O birisi kanalımın telefonuma virus düşmə səbəbilə getdi. Ona görə də bu kanaldayam. Əvvəl 10 abunə olanda çox sevinmişdim. Sonralar ilərlədim və 409 abunəyə çatdım. Çox şanslıyam və bunlar mən hamısını kəsib gəlim. Bu arada qardaşım alçalıbdı. Yeməyənlər yeyibdi, yeməyib yorumlara yazarsınız. Və mən yedim, qəşəng idi, yetişib. Mən bunları kəsməyə davam edəcəm. Ay, Melodi'nin başı getdi. Bu niyə torantun düşür? Nə qədər kəsdim, bunları yerləşdirmək var. Nə qədər. Hamısını kəsib gəlim mən indi. Mən bu stikerlərin hamısını kəsdim, sizə göstərim. İndi mən bunları yerləşdirib gəlim. Və mən elə bir şey eləyəcəm, baxın. Və mən bu şəffafları yığdım. O birisilərə də yer çatmadığı üçün şəffaf paçeta yığıb arxaya qoyacağım. Çünki qutaranda işlətməyə sağ olun. Diyeceğim de biz binder tur edəcəkdik. Gəlin başlayaq. Birinci binder. Bunları mən yığıb gəlim. Dostlar, mən buranın hamısını düzəltdim. Həliqəyə saldım. İndi isə bindirlərimi göstərəcəm. İlk olaraq bunu bu gün elədim. Favori deyirəm. Aylin 408-dən baxıb elədim bunu. Binder düzəltmədə. Baxmaq istəyirsiniz, baxarsınız. Belə binder deyəm. Bu arada Melisa Shorts'ta o da geçen videolar çəkir. Belə bindirdim. Üstü belədir, arxası belədir. Detaylı binder turudur bu. Buralarda belə skoşlamışam. Bura bir-iki dənə də binder verək düzəltsəm. Bunu yerinə qoyum. Arxası da göstərim belədir. Sonra bu bindirdim. Bunu da yeni düzəltmişəm. Belə üstü belə deyim. Arxa tərəfdə belə deyim. Burada belə Hello Kitty stikerlərini qoyuram. Bunlardan biraz çoxdur. Bunlardan da bayağı çoxdur. Bunlardan belə. Bunların için atsam çox vaxt gedəcək. Bunlar bindirim əvvəllər yox idi deyə belə çox koymuştum. Sonra ise bu ikisi Sanrio. Bu iki bindirim hələ ki Sanrio idi. Amşlarda baxdım, yadımdan çıxıb. Blackpink idi bu. Belə Rosejisojeni. Belə üstü belə, arxası da belə. Sonra ise belə bir bindir. Bunu hamısını özüm düzəltmişəm. Bu bindirin vərəqçi yoxdur. Vərəqə kart qoymamışam. Belə bunların arasında bir dənədir Poco. Sonra ise burada Hello Kitty və Sanrio ailəsi. Baxayım. 3 dənə Sanrio bindirim var. Bir dənə Blackpink. Burada da belə öz düzəltdiyim kartlardır. Demək olar 4 dənə Sanrio kart, bindirim var, saçdım. Belə idi. Və bu tür videoların gəlməsini istəyirsə like atıb abunə olun və bildirişləri açsaz mənim hər dəqiqə video çəkəndə görə bilərsiniz. Sağ olun. Bye bye.